Hamımız gece başımızı göğe kaldırıp kainatın sonsuzluğuna bakanda ilk olarak aynı şeyi düşünürük. Kosmos sanki uçsuz bucaksız bir boşluktur. Karanlık, sessiz ve demək olar ki tamamıyla boş. Ancak gerçeklik düşündüğümüzden farklıdır. Əslində kainatın boş hesab ettiğimiz saheleri belə tamamıyla boş değil. Astronomiyada bu bölgeler, ulduzlar arası madde adlanan son derece seyrek, lakin nəhəng ölçülerde yayılmış madde ile doludur. Bu madde kainatın görünmeyen memarıdır. Məhz ulduzlar arası madde, yeni ulduzların doğulmasına şərait yaradır. Ömrünü başa vurmuş ulduzlar ise yeniden bu maddenin bir hissesine çevrilirler. Bizim yerleştiğimiz Samanyolu galaktikasında görünen maddenin təxminən onda biri ulduzlar arası maddeden ibarettir. Bu madde esasen galaktikanın merkezi etrafında ulduz diskini əhatə edən təxminən 300 ışık ili qalınlığında nazik bir təbəqə şəklində yerleşir. Onun tərkibinin 90%'den çoxunu qaz təşkil edir. Bu qazın böyük hissəsi kainatın ən sadə və ən bol elementi olan hidrogen, daha kiçik hissəsini isə helium təşkil edir. Qalan kiçik hissə isə çox xırda toz hissəciklərindən ibarətdir. Bu tozlar adətən qırmızı nəhəng ulduzların xarici qatlarından qoparaq kosmosa yayılır və ya kometaların parçalanması nəticəsində əmələ gəlir. Alimlər onların əsasən karbon əsaslı silikat birləşmələrindən ibarət olduğunu düşünürlər. Bu zərrəciklər o qədər kiçikdir ki, evimizdə günəş işığında gördüyümüz adi toz hissəcikləri onların yanında nəhəng görünərdi. Bəs biz bu görünməz maddəni necə müşahidə edirik? Birbaşa görmək çox çətindir. Lakin ulduzlar arası maddə arxasındakı ulduzların işığını udaraq və ya təhrif edərək öz mövcudluğunu göstərir. Məhz buna görə astronomlar bəzi bölgələrdə qəribə qaranlıq ləkələr müşahidə edirlər. Bunlar əslində boşluqlar deyil. Onlar nəhəng kosmik toz buludlarıdır. Bu buludlar işığı güclü şəkildə udduqları üçün parlaq ulduzların qarşısında qaranlıq siluet kimi görünürlər. Bəzən isə bu toz buludları özləri parlayır. Necə? Çünki udduqları ulduz işığı onları qızdırır və onlar bu enerjini infraqırmızı şüalanma şəklində geri yayırlar. Bu səbəbdən xüsusi teleskoplarla baxıldıqda həmin bölgələr parlaq görünə bilir. Ən maraqlısı isə budur. Bu sakit görünən toz və qaz buludlarının daxilində yeni ulduzların yaranma prosesi başlayır. Milyonlarla il ərzində cazibə qüvvəsi bu maddəni sıxaraq nəhəng enerji mərkəzlərinə çevirir. Və bir gün yeni bir ulduz doğulur. Deməli, kosmos sandığımız qədər boş deyil. Əksinə o həyatın və ulduzların yaranmasına imkan verən görünməz maddə ilə dolu canlı bir laboratoriyadır.